Teymiyyə Rahimullah deyir ki, insanın Allahdan qeyrisi üçün qəzəblənməsi tövhidin naqisliyindən. Tövhidin naqisliyindən. Yəni, görün, nə qədər bizim Allahdan qeyrisi üçün qəzəbimiz olur. Uşağa, ailəyə, yolda, maşında. Yəni, görün, nə qədər boş şeylərə, biz dünyavi bir şeylərə qəzəblənirik. Bunların hamısı nədir? Tövhidimizin naqisliyindəndir. Deməli, bizim nə qədər islah olunmağa ehtiyacımız var. Nə qədər nəfsimizi, qəlbimizi islah etməyə ehtiyacımız var. Heç vaxt demə ki, tövhidi öyrənmişəm, tövhidi bilirəm, mən tövhid əhliyəm. Yox. Tövhid bir kitab deyil. Oxudun, bitirdin. Və yaxud da ki, bir dərs deyil, oturdun, eşitdin, durdun, çıxdın, getdin. Yox. Tövhid sənin bütün həyatındır. Tövhid sənin dünyaya gələndən, həddi buluğa çatandan, ölənə qədər səninlə yaşayan, hər bir halında, hər bir anında, hər bir məqamında səndən olan bir şeydir. Daima səninlə. Tövhid yoxdursa heç nə yoxdur. İnsana dünyada və axirətdə fayda verən onun tövhididir.